Radiusu 19 olan. Baxın, burada çəkmişəm. Buradan da deyir ki, bura 25-dir. Demək, burada məsafə nə qədər oldu? 6. C variantı. Burada deyir ki, tərəfi 10-dur. 10-dur. 10. M-in uyğun olaraq BC və CD tərəflərinin orta nöqtələri olarsa. Gəlin bir dənə belə bir şey ayıraq. Bunu 10'u vuruq ona. Düzbucaqlı üçbucaqdır da. Onu 10'a vuruq. 100 bölürük 2'ye 50. Demək 50'dir. Ancaq bu xətt 2 dənə bərabər olur. 25'e bölür. Kvadrat zənn edin. Aha. Buradan biri de böyleydi, biri de böyleydi. Burada 25 olur. 50 idi axı. Burada 25, burada 25, burada da 25. Bizə bu hissənin sayısını soruşur. O da 50 oldu. A variantı. Keçir. 2 zər eyni zamanda bir dəfə atdıqda üzə düşən xalların cəmi altdan 2 zər atanda uşaqlar bilin ki, məxrəci nə olur? 36 olur. Məxrəcimiz 36-dır. Bunu mütləq yadda saxlayın. 2 zər bir dəfə atıldıqda eyni zamanda bir dəfə atılır 2 zər. İndi baxırıq, hansı ədədlə birdən cəmi altdan kiçik olur. 1 ilə 2, 1 ilə 1, 1 ilə 3, 1 ilə 4, 1 ilə 5. İndi keçirək 2 ilə 1, 2 ilə 2, 2 ilə 3, 2 ilə 4, 2 ilə 4'ü götürə bilmərəm. Cəmi 5, altdan kiçik olmalıdır. Sonra 3 ilə 1, 3 ilə 2, 3 ilə 3, 3 ilə 3 olmalı deyil. 4 ilə 1, nə qədər oldu? 4 ilə 1. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 11 dənə. Nə alındı? 36'da 11. Baxırıq, 1 ilə 1, 1 ilə 3, 1 ilə 2, 1 ilə 4, 1 ilə 5'i götürməli deyildim uşaqlar. 1 ilə 5'i götürməli deyildim. Olmur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 10 dənə. Nə oldu? 36'da 10. 2'ye bölürəm. Hər biri 2'ye gedir, 2'ye gedir. Ne alındı? 18, 2'ye gedir 5. Sayda qələmi elə bölgüsü daha nə bilər? 9 ola bilər, 10 ola bilər, 11 ola bilər, 12 ola bilər. Düzdür, maksimum 6, 6, 12. 12'dən yuxarı ola bilməz ki. Çünki zərdən maksimum 6 gələ bilir də. Şimdi biz bunu yaza bilərik. Birinci zər, ikinci zər. Görək nə qədər var imiş. Digər hallarda 1, 2, 3, 4, 5. Daha azdır. Biz belə fikirləşək. Bu bizdən istəniləndir. Düzdür, altdan kiçik olmaması. Altdan kiçik olması nə bilərsiniz? 1, 2, 3, 4, 5. Biz gəlin buna baxaq. Çünki bu daha rahatdır. Axırda birdən çıxar. Çünki uşaqlar, bir hadisənin baş verməsi ilə baş verməməsinin hadisəsinin cəmləri, ehtimallar cəmi bizə biri verir. Yəni deyək ki, mən bir torbadan şar götürürükdə 5'də 5. Bu nə deməkdir? 6, çünki minimum 2 olar. 3'dür. Ya 3 1'dir ya da 2 3. Cəmi 4 olsun deyə. 5 olması isə uşaqlar nə ola bilir? 1, 4. Bəli. 2, 3. Bəli. 3, 2. Bəli. 4, 1. Bitdi. Gəl deməli 5 olması üçün bu qədər hal var da. 1, 4, 4, 1, 2, 3, 3, 2 başqa da bir şey yox. Bu bizə lazım olmayanlar. İndi gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə hal var. Deməli biz 2 zər atırıqsa, mümkün hallar ümumi 36'dır. Öyle değil mi? 2 zər atanda 6 vur 6, 36. Lazım olmayanlar 10 dənə oldu. Bunu hesablasak bu 18'də 5'tir. Bu lazım olmayanlar. Lazım olan hansıdır? 1 çıxılsın 18'də 5. Yəni 18'də 13. Dostumuz bunu halal olsun düz yazır. Məntiqi başa düşdünüz mü? Mən lazım olmayanlar tapdım, birdən çıxdım. Uşaqlar 69'da baxırıq. 69'da radiusu 19'dur. 19'dur.
Buradan da bura 25'dir. En kiçik məsafəmiz nə oldu? 6. C variantı. Tərəfi 10 olan kvadratdır. Buradan bir dənə xətt çəkirəm. Baxırıq. Nə edir? 10, 10. Burada bir düz bucaqlı 3 bucaq yaranır uşaqlar. Onda nə düşür? Onu 10'a vururam. Bölürəm 2'yə 50. Demək 2 dənə bərabərdir də. Onda burada 25'dir. Burada 25'dir. Bu da 25'dir. Bərabər 3 bucaqlara bölür. Bizim bunların sayısını soruşur 25. 25 o da 50. 2 zər eyni zamanda bir dəfə atıldıqda üz-üzə düşən xalların cəminin altdan kiçik olması. Bilin ki, 2 zər atılanda məxrəc 36 olur. İndi baxırıq, 2 zər atılır. 1, altdan, cəmi 6-dan kiçikdir. Bəli, 6-dan kiçik olur, çünki 2 idi. 1, 2, 2, 1, 3, 1, 1, 3, 2, 3 götürdüm mü uşaqlar? 3, 2, 4, 1. Baxıram 1, 1, 1, 2, 2, 1 var mı? 2, 1 var. 3, 1, 1, 3, 2, 3, 3, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxırıq sonra 1, 1, 2, 1, 1, 1, 2, 1, 3, 1, 4, 1, 4. Sonra 2, 1, 1, 2, 1, 2, 1, 3, 1, 3 var, 1, 4 var, 1, 2, 1 var, 2, 3 var, 3, 1 var, 3, 2 var, 2, 3 var. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Biri də var olmalıdır. 1, 2, 1, 1, 1, 3, 1, 4. Keçirəm 2, 1, 2, 1 var. 2, 2. Biri də 2, 2. Oldu mu? 10 dənə oldu. 36, 10. İxtisar gedir. Oldu 18'də 5. İndi uşaqlar 18'də 5'i ehtimaldır ki bunlardan düşsün. 6'dan kiçik olması ehtimalı. İndi deyil 6'dan kiçik olmaması ehtimalı. 18'də 5'i ehtimal var ki düşür. Ancaq 18'də 13 nədir? Ehtimal yoxdur. Ki cəmi 6'dan kiçik olsun. Keçirik bura. Y hansı qiymətində? Bu 6y-dir. 6y. B'nin və B'nin 4 ilə 5 olması. Məsafə də 2'dir. İndi neynirik? Məsafəni tapmaq üçün neynirik? Böyükdən kiçikdir. Yəni bundan çıxaq. Mütəzənin içində 6 çıxılsın 4'ün kvadratı üzərinə gəlir. Y çıxılsın 5'in kvadratı bərabərdir 2'yə. Biz bu kök altından azad edirik. 2'nin kvadratı altdan 4 çıxırıq. 2 kvadratı 2. Y çıxılsın 5 kvadratı. Burada da kökdən azad ediləndə buranı kvadrata yüksəldirəm. Kvadrata yüksəldirəm. 4 oldu. 4 üzərinə y çıxılsın 5'in kvadratı. Aha. Demək burası 0 olmalıdır ki 4 üzərinə nə gəlsən 4 edir. 0 gəlsə y-imiz demək qiyməti nədir? 5'dir. Cavabımız 5 oldu. 73'ə baxırıq. 73'də deyir ki Kazımın öz pulunu 8 dəftər, 5 karandaş, 6 dəftər, yəni 8 karandaş ala bilər. Dəftərlərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur deyir. İndi belə yazaq. Dəftər 8'dir, karandaş 5'dir. O birisi isə və ya da və ya var. Yəni indi baxırıq. Dəftər 6'dır.
Karandaş 8'dir. Karandaşımız 8'dir. İndi nə edirik? Bu 8y üzərinə 5y bərabərdir. Burada da necə olur? 6x topla 8y. İndi x-ları çıxsaq 2x bərabərdir. 5, 8'i, baxın 8, 6 gəldi bura. İndi bu 5 də gəlməlidir bura. Olur 3y. İndi deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? Gəlin dəftərin qiymətini tapalım burada. Dəftərin qiyməti bu vurmadır. Sağa gələndə bölmə olur. 3 bölürük 2'yə bərabər. X da bərabərdir 1,5y. Demək, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? 1,5 dəfə çoxdur. Keçirik bura. Bərəbəyanlı üçbucağın necədir? Yan tərəflərinin səthi uzunluğu 4'dür. Başqa yerdə var. Bərəbəyanlı üçbucaqda yan tərəfi paralel olan orta xəttin uzunluğu 4'dür. Belə bir şey çəkək. Bir də bərəbəyanlı üçbucaq göstərirəm. Buradan deyir ki, yan tərəfə paralel olan orta xəttin uzunluğu yan tərəfə paralel. Baxın, bir dənə belə bir paralel xətt götürürəm. Yan tərəfə paraleldir. Burada deyir ki, yan tərəfə paraleldir. Məsəl üçün, deyir ki, bu da 4'dürsə, onda bura 8 olur uşaqlar. Onda bu da 8 olur və bu da 8 olur. Üçbucağın perimetri bərabər yanlıdır. Bərabər yanlı deyil, tərəfli demir. Yanları 8 oldu. Yan tərəfə deyib paralel. Bura 4'dürsə bunun 2 qatı 8 olur. 8, 8, 16. Perimetri də 22'dir. 22'dən də 16'dan çıxırıq. 6. Cavabımız 6 oldu. Keçirək buna. 2 dənə bu müxtəsər kimidir. Baxın, A və A topla B. İndi bura 4'dür. 6 çıxız toplansın. 2 kök altında 5 vurulsun. Eyni kökün altına gətirdim. 6 çıxılsın. 2 kök altında 5. Altını 6'ya vururam. 36. 2'ni 2'ye vururam. 4. 4'e 5'e 20. 4. Bu da 16. Buradan da ne çıxır? 2. Cevabımız 2. Burada 48 kvadratı çıxılsın 32 kvadratıdır. Yəni 48 çıxılsın 32. Bir dəfə də 48 topla 32. Məxrəcdə 21 çıxılsın 19 və 21 topla 19. 2, 40, 16, 80, 80 ilə 40 gedir 2, 16 ilə 2 gedir 8, 8-də 2'ye vururam 16, cevabımız 16. Uşaq nə deyir orada? Uşaq meydancasında. Uşaq anadan olanda atası 25 yaşında idi.
İndi onların yaşları cəmi 45-dir. Uşaq anadan olanda 77-yə baxın. Uşaq anadan olan uşaq var, ana var. Uşaq anadan olanda 0 yaşında olub, ananın isə 25 yaşı olub. Atası da. Baxın. Uşağın 0 yaşı olub, atanın isə 25 yaşı olub. İndi onların yaşları cəmi 45-dir. Yəni bunun üstünə də x gəlirəm, bunun üzərinə də x gəlirəm. Bunu 0-ın üzərinə 25 gələndə 25, x-in üzərinə x gələndə 2x bərabərdir nəyə? 45 yaş. 2x da bərabərdir 45-dən 25 çıxıram. 20x da bərabərdir 10. Demək, uşağın neçə yaşı var? 10 yaşı var. Demək, uşağın 10 yaşı var. Burada 10 olacaq. Keçirik 2 fəhlə məsələsinə. Yetmiş səkkizə baxırıq. İki fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə birlikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirilmişdir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Onda biri saat olanda bilirsiniz, x-da 1 götürürsünüz. O birisi isə 12 saat tez, yəni x topla 12. Bunlar toplam bir yerdə neçə saata görür? 8-də 1. Gəlin tənliyimizi həll edək. Bunu bura vururuq. X topla 12-ni. Buranı da x-a vuracağım. Buranı da x topla 12-yə vururuq. Buranı da x-a. Demək, məxrəc x vurulsun, x topla 12. Bura x topla 12 idi. Üzərinə x gəldim, bərabərdir 8-də 1. Məxrəcimiz x vurulsun, x topla 12. 2x topla 12, bərabərdir 8-də 1-ə. Çarpaz vururuq, 2-yə 8-ə vururuq, 16x topla 96, bərabərdir x-in kvadratı üstə gəl 12x. X-in kvadratı sistemi tənlik kimi eləyirəm. Olur 4x çıxılsın 96 bərabərdir diskriminantlarını həll eləyəndə. Hansı ədəddir ki, vuranda 96 eləyir V-yə görə. Toplayanda isə müsbət 4 eləyir. Belə eləyək. 12 ilə 8 götürək. 12, bir də -8. Vuranda uşaqlar mənfi 96 verirmi? Toplayanda 12 üzərinə -8 gələndə verirmi müsbət 4? Demək, hansı ədəddir? Biri 12-dir, biri -8-dir. Bu da bizdə saat mənfi ola bilməz. Onda cavabımız nədir? 12-nin özüdür. -8-i götürə bilmərik. İndi o birisində deyir ki, bucaqlarından birinin tən böləni onun tərəfindən yarıya bölür. Düzbucağın kiçik tərəfi 4 cm-ə bərabərdir. Aha. Deyir ki, düzbucağın bucaqlarından birinin tən böləni onun tərəflərinin 2 yarıya bölür. Baxın. Bucaqlarının birinin tən böləni onun tərəflərinin yarıya bölür. 90-dırsa 45-45 olur. İndi deyir ki, əgər bilirsiniz ki, bura 45 isə burada 45 olur, onda 4, burada 4 olur. İndi uşaqlar, buranı da tən bölür. Bura 8 olur, bura 4 olur. İndi onun perimetrini tapın deyir.
4, 2, 4 topla 8. Bu da ne elədi? 24. Cavabımız 24. Bunun cevabı 24. Burada 12 alınmıştı. İndi deyək ki, 80-dən uzunluqda fənər tutularsa, qələmin arxasının divarda 48 cm uzunluqda kölgəsi əmələ gəlir. Qələmin hündürlüyü 30-dur. Yəni, bura hündürlüyü 30-dur. Bura o birisində buradan 48-dir. Bu hündürlük isə 48-dir. Uşaqlar. İndi deyir ki, tam oxuyum, üstünün üzərindən dik duran qələmə ondan 150 metr uzunluqda. Bura baxın, bura 150-dir. Uzunluqdan fənər tutularsa, qələmin arxasından divardan 48, arxadan 48 hündürlüyündə, o birisi 50. İndi baxırıq. O birisi də 48, o birisi də 30-dur. Bu hündürlük 30-dur, o birisi də 48-dir. İndi deyirik ki, yazırıq 30-un 150-yə nisbəti bərabərdir 48-in 150 topla x-a. Çünki bilmirik. Ümumi nədir bu? Buradan 150-dir, burada x-dir. Bunların toplam nisbətinə. O da nə edir? X da bərabərdir. Vurarıq. Bunu vurarıq buna. 30x olur. Bunu buna vuranda 45, 2 0 yazdı. 15'i 48'e 15'e vuraram. 44 yadda 20, 24, 8, 4, 0, 12 bir yad. 720. 720 oldu. 720 yana da bir sıfıra attım. 7200'den 30x beraber 7200'den 4500'e çıkıram. 12'den 5 7. Alttan da 27. Sıfırlar gedir. 27'nin de 3'e bölene 9. X'imiz ne oldu? 90. Cevabımız oldu 90. Cevabımız 90 oldu. Bunun cevabı ne oldu? 90. İndi keçirik 81'e. 81'də nə deyir? 81'də deyir ki, 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən qalib məqbul qiymət alanların sayı yalnız ingilis dili fənni məqbul qiymət alanların sayının 3 dəfə az. Ümumi uşaq sinifdə baxın, Eller-Venn diaqramı çəkirəm. Deyir ki, fənnində qiymət alanların sayı ondan deyir 3 nəfər az. Həm rus, həm ingilis dili fəndən məqbul qiymət alanların sayı isə 7-dir. Burada 7-dir. Bu rus dilidir, bu da ingilis dilidir. İngilis dili fənnində məqbul qiymət alanların sayından 3 dəfə azdır. Yalnız rus dili fənnindən məqbul qiymətlərini alanların sayı, rus dilində məqbul qiymət alanların sayı 3 nəfər azdır. Onda bura nə olur? 3 nəfər azdır deyə erimiz rus dili x olanda ingilis dili nə olacaq? X topla 3. Aha. İndi deyir ki, bundan 7 nəfər az və x çıxsın 4. Bunlar toplam bir yerdə nəyə bərabərdir? 22'ye. 2 qız çıxılsın. Bax, toplayanda 7'lər x'lar gedəcək. 2x çıxılsın 4 qalacaq. O da 22'ye. Çünki ümumi sinifdə uşaq nə qədərdir? 22 nəfərdir. 2x da bərabərdir 26'ya. 2 də bərabərdir. X da bərabərdir 13'e. Demək, x'imiz 13'dür. 13'dən 7 çıxanda sırf uşaq, rus dilində uşaq nə qədər olacaq? 6 nəfər. Və ingilis dilini soruşur. Yalnız ingilis dilindən məqbul
qiymət alanı isə nə qədər olacaq? İngilis dilini soruşur. 13 çıxılsın 4. O da cavabımız nə oldu? 9. Yalnız ingilis dilini soruşur. Yəni yalnız ingilis dilinin nə qədər oldu? 9.